Gürcüstanda milli azlıqlar üçün nəzərdə tutulmuş 1+4 proqramı daha da təkmilləşdirilir. Hazırda bu proqram çərçivəsində nəzərdə tutulan təqaüdün həcmi də artırılıb. Bu barədə 24 News xəbər portalının sualını cavablandıran Gürcüstanın Təhsil və Elm naziri Aleksandr Sulacı açıqlama verib. Onun sözlərinə görə minlərlə tələbə hazırda bu layihə çərçivəsində təhsil alır. Bu proqramın bağlanması ilə bağlı narahatçılığa isə əsas yoxdur. 1+4 proqramının ləğv olunması ilə bağlı hazırda rəsmi bir qərar və ya plan mövcud deyil. Əksinə 2024-cü ilin mart ayında Təhsil, Elm və Gənclik Nazirliyinin verdiyi qərara əsasən bu proqram çərçivəsində dövlət təhsil qrantlarının həcmi 2 dəfə artırılıb. Hər il 200 Azərbaycanlı və 200 erməni tələbənin təhsil haqqı dövlət tərəfindən maliyyələşdirilir. Hökumət və nazirlik bu proqramın ölkədə ehtiyac duyulduğu vaxta qədər davam etməsini istəyir. Amma biz çox sevinərik ki, ölkədə yaşayan bütün millətlər öz ana dilləri ilə yanaşı dövlət dilini də mükəmməl öyrənsinlər və Gürcüstanda bu layihəyə ehtiyac qalmasın. Nazir həmçinin qeyd edib ki, proqramın məqsədi etnik azlıqların təhsil səviyyəsini yüksəltmək və onların cəmiyyətə inteqrasiyasını təmin etməkdir. Bu yanaşma həmçinin dövlət dilinin öyrədilməsi və azlıqların təhsil imkanlarının artırılması baxımından da strateji əhəmiyyət kəsb edir.